Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid Təbəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Sepahın komandanı Əlirza Təngsiri İsrailin hava hücumu zamanı öldürüldü. ABŞ və İsrail Abbas Əraqçını hədəf siyasından çıxardı. Heç bir razılaşma şansı yoxdur. Tehranda uçurum. İran rəhbərliyi bunkerlərdə gizlədib Pakistandan açıqlama. ABŞ neftin qiymətinin $200 qədər yüksələcəyi senarisinə hazırlaşır. İndi isə daha ətraflı. İsrail rəsmisi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin komandanı Əlirza Təngsirinin Bəndər Abbas şəhərində endirilən zərbə nəticəsində öldürüldüyünü iddia edib. Rəsminin sözlərinə görə Təngsiri Hörmüz boğazının bağlanmasına cavabdeh şəxs olub. Məlumata görə hadisə ilə bağlı İran tərəfi və İsrail ordusu hələlik rəsmi açıqlama verməyib. ABŞ və İsrail İranın Xarici İşlər Naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqir Qalibafı müvəqqəti olaraq hədəf siyahısından çıxarıb. Bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb. Məlumata görə bu addım İran nümayəndələri ilə mümkün danışıqların aparılması məqsədi ilə atılıb. Bildirilib ki, sözü gedən şəxslərin hədəf siyahısından çıxarılması 4-5 gün müddətinə nəzərdə tutulub. Qeyd edək ki, adı çəkilən İran rəsmilərinin hədəf siyahısından çıxarılmasının Pakistan tərəfindən təklif edildiyi bildirilir. Biz 10 mindən çox hərbi hədəfə zərbə indirmişik. İranın ən böyük gəmilərinin 92%-ni məhv etmişik. Onlar artıq dəniz gücünü real şəkildə nümayiş etdirmək qabiliyyətini itiriblər. Bu sözləri Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının rəhbəri Brett Cooper deyib. ABŞ qüvvələri İran səmasında hava üstünlüyünü qoruyur. Rejimin yenidən bərpa imkanlarını aradan qaldırmışıq. İranın hərbi istehsal müəssisələrinin 2/3-dən çoxunu məhv etmişik və bunu tamamilə aradan qaldırmaq yolundayıq, deyə o qeyd edib. ABŞ prezidenti Donald Trump son günlərdə köməkçilərinə İrandakı müharibəni yaxın həftələr ərzində bitirmək və uzun müddətli münaqişənin qarşısını almaq istədiyini bildirib. Bu barədə məsələ ilə tanış olan şəxslər Wall Street Journal-a bildiriblər. Onun şəxsi söhbət zamanı müharibənin son mərhələdə olduğuna inandığı və məsləhətçilərini 4-6 həftəlik qrafikə riayət etməyə çağırdığı bildirilib. Bəzi məlumatlara görə Ağ Ev rəsmiləri Çin prezidenti Si Jinpinglə may ayının ortalarında sammit planlaşdırıblar və görüşdən əvvəl müharibənin bitəcəyini gözləyirlər. Yüksək vəzifəli administrasiya rəsmisi bildirib ki, Trump heç bir planlaşdırma aparılmasa da mümkün razılaşmanın bir hissəsi olaraq Birləşmiş Ştatların İran neftinə çıxışını təmin etməyi təklif edib. ABŞ rəsmiləri bildiriblər ki, Trump qismən itkilərlə bağlı narahatlıqlara görə quru qoşunlarını yerləşdirməkdə tərəddüd edir. Digər yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, Trump orduya Tehrana təzyiq göstərməyi tapşırıb və eyni zamanda seçimləri açıq saxlayıb. Razılaşma imkansız. İran liderliyi parçalanıb. İsraildə İran üzrə baş analitik Dror Baazada bildirir ki, İran rejiminin rəhbərliyi dərin bir fikir ayrılığındadır. Bu fikir ayrılığı nə üzərindədir? Donald Trump ilə əlaqəyə başlama zamanında Muhammed Bakir Qalibaf güc mövqeyindən danışıqlar aparmaq istəyərkən İran İnqilab Keşikçiləri Korpusunun fikrincə ABŞ-yə neft qiymətlərinin təzyiq göstərməsi ilə daha yaxşı şərtlər əldə etmək üçün gözləmək lazımdır. Buna baxmayaraq bazada xəbər verir ki, Tehranın əsas qırmızı xətləri, xüsusilə raketlər və nüvə zənginləşdirməsi ilə bağlı mövqeləri danışıqlara açıq deyil. İranın özünə güvəni yüksək olsa da onların real tələbləri dəyişməz olaraq qalır. Nəticədə hazırda heç bir razılaşma şansı yoxdur. Pentagon İran əleyhinə mümkün son zərbə üçün hərbi variantlar hazırlayır. Bu variantlara quru əməliyyatları və geniş miqyaslı bombardman kampaniyası da daxildir. Məlumata görə müzakirə olunan variantlar arasında Xark, Larak və Əbu Musa kimi əsas adaların ələ keçirilməsi və ya blokadaya alınması da var. Həmçinin İranın neft ixracının hədəfə alınması və potensial olaraq nüvə obyektlərinə qarşı zərbələr və ya əməliyyatların keçirilməsi də nəzərdən keçirilir. Axios yazır ki, ABŞ rəsmiləri diplomatiyanın uğursuzluğa düçar olacağı və ya Hörmüz boğazı ilə bağlı qalacağı halda böyük eskalasiyanın daha mümkün senarisi olduğunu düşünürlər. Lakin hələlik heç bir qərar verilməyib.
və bəzi planlar sadəcə hipotetikdir. Məlumata görə əlavə ABŞ qüvvələri, o cümlədən minlərlə hərbçi və ya hava qüvvələrinə aid vasitələr də bölgəyə yerləşdirilir. Vasitəçilik prosesində iştirak edən bir mənbə Exosa bildirib ki, Pakistan, Misir və Türkiyə danışıqları təşkil etməyə çalışır. Mənbə əlavə edib, amma əsas problem qarşılıqlı etimadsızlıqdır. Sepah komandirləri çox skeptikdirlər, lakin vasitəçilər hələ də ümidlərini itirməyiblər. İslam Respublikası rəsmiləri ABŞ ilə danışıqlar aparmadıqlarını desələr də, Reuters agentliyi Pakistanın hələ də Tehrandan rəsmi cavab gözlədiyini bildirir. Agentliyin yazdığına görə Pakistan təhlükəsizlik rəsmiləri İrandan rəsmi cavab gözlədiklərini bildirsələr də Tehran cavab verməkdə gecikir. İranlılar bizə bu gecə cavab verəcəklərini bildiriblər. Media onların mənfi cavab verdiyini bildirir. Ancaq biz hələlik İrandan heç bir rəsmi təsdiq almamışıq. Ona görə də biz sadəcə gözləyirik. Onların hamısı yer altındadır və onlarla rabitə böyük bir problemdir deyə başqa bir Pakistan mənbəsi qeyd edib. Biz Yaxın Şərqdəki müharibənin elə bu dəqiqə bitməsini istəyirik. Dünya bundan bezib. Bu sözləri Uqanda ordusunun komandanı Muhizi Kainerugaba sosial media hesabında yazıb. Amma İsraili məhv etmək və ya məğlub etmək barədə hər hansı bir söhbət bizi müharibəyə sürükləyəcək. İsrailin tərəfində deyə o qeyd edib. Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara 28 fevralda başlayıb. İqtisadiyyat xəbəri ilə davam edirik. ABŞ administrasiyası neft qiymətlərinin $200 qədər yüksəlməsinin ölkə iqtisadiyyatına necə təsir edəcəyini araşdırır. Bu barədə Bloomberg mənbələrə isnadən məlumat yayıb. Qeyd olunub ki, enerji qiymətlərinin kəskin şəkildə artması ssenarisini modernləşdirmək gərginliyin artdığı dövrlərdə standart prosedurdur və proqnoz deyil. Belə ki, bu təhlil ABŞ hakimiyyət orqanlarının uzun müddətli münaqişə də daxil olmaqla bütün mümkün ssenarilərə hazır olmasını təmin etmək məqsədi daşıyır. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.